Salam hörmətli izləyicilər, hər vaxtınız xeyirli olsun. Bugün sizlərə Xırdalan şəhərində Avpark yaşayış kompleksində ümumi sahəsi 76 kvadrat metr olan padmayak vəziyyətdə orijinal 2 otaqlı belə bir mənzil çəkib təqdim etməyə gəlmişəm. Dəyərli izləyicilər, qiymət çox ucuz qiymətdir, 68.500 manatdır. Diqqətiniz burada olsun. Mənzilimiz orijinal 2 otaqlıdır. Dəhlizdən girişlərdir, hər bir otağa pəncərə düşür. Baxın, bu hissədə belə böyük bir zal yerləşdirilib. Üstü betondur. Yeni tikili 16 mərtəbəli binanın 16-cı mərtəbəsindədir. Binada yaşayış var, lift işləyir. Hər bir şey qaydasındadır. Özdə qazlı binalarındadır, dəyərli izləyicilər. Tam hazır olan binalarda yerləşir. Binada yerləşir bu mənzilimiz. Burada isə yerləşdirilib mənzilin deməli yataq otağı, qəşəng geniş yataq otağı var. Hər birinə deməli pəncərə düşür. Siz dəyərli izləyicilər, burada olan bir dənə mənzərəyə diqqət yetirin. Görün necə gözəl mənzərəsi var. Baxın, Ceyranbatan gölü mənzərəsi, bütün pəncərələrin qabağı açıq. Koridordan girişlər, orijinal 2 otaqlı 76 kvadrat metr təmirsiz mənzil, nəğd qiymətdə 68.500 manata. Yəni inanılmaz təklifdir, özdə qazlı binadadır. Alıb dərhal təmirə başlaya bilərsiniz. Bu hissədə yerləşdirilib mənzilimizin mətbəxi. Geniş mətbəxi var, təmirdən sonra əla vəziyyətdə mənzil, əla proyektdə mənzil çıxacaq. Buradan balkona çıxışdır. Balkon da genişdir. Buranı hətta siz 3 otağı da periodika edə bilərsiniz, mətbəxi balkona yerləşdirərək periodika da etmək olur. Amma ən gözəl proyekti ilə qanuni 2 otaq qalmaqdır, dəyərli izləyicilər. Çox gözəl proyekti var çünki. Avpark yaşayış kompleksində Targov küçəsinin yaxınlığında yerləşən qazlı binadadır, 16 mərtəbəli binadır. Dəyərli izləyicilər, kompleks daxilində hər bir şey var. Burada da dəhlizdir. Baxın, təqdimatı mən buradan başladım belə irəliyə doğru. Burada da dəhlizimizin davamıdır. Bu gördüyünüz çöl giriş qapısıdır. Girişin həmən sağında yerləşdirilib sanitar qoşağı. Yəni hər şeyin yeri nəzərə alınıb. Qətiyyən mənzildə itki yoxdur. Çox gözəl də proyektdir. Məktəb bağça ətrafındadır. Dayanacaq düz binanın qarşısındadır. Xırdalan daxili və şəhər istiqamətdə bütün avtobuslar hərəkət edir. Əldə etməyə tələsin, belə mənzillər bazarda çox qalmır. Növbəti çəkilişlərdə, videolarda görüşərik. Sağ olun, təşəkkür edirəm.